Kanalizasiya suları küçə boyu axır, yollar keçilməz vəziyyətə düşüb. Qış olmasına baxmayaraq ərazidə üfunət nəfəs kəsir. Sakinlər deyir, mövcud vəziyyət uzun illərdir davam edir. Söhbət Məmmədli qəsəbəsinin Qara Namazov küçəsində yaşanan dözülməz problemdən gedir. Problem nə ilə bağlıdır, niyə həllini tapmır? Əməkdaşımız Turanə Tağızadə bu suallara cavab axtarıb. Baxaq görək, konkret nəsə deyən olubmu? Kanalizasiya babuda, bizim kanalizasiyalar babuda görürsün. Burada, orada. Her tərəfə dəri deşik edib hər tərəf. Bir dənə baxan yoxdur bu yola. Bugün sabunçu gəlir deyir ki, mənəm burada Asaqqa. Səhərsiz Abşeron gəlir deyir, mənəm Asaqqa. Balotadır. Hamı uşaqlar axşam oradan gələ bilmir, batırıb xıtaya kimi suya batır. Təkər deyir, şişibdir, girir suyun içinə dolub, şişib ucuna qoyulubdur. Məcburam dəyişəm. Abşeron rayonu Məmmədli qəsəbəsi Qara Namazov küçəsinin sakinləri deyir ki, bu küçənin problemi bir deyil, iki deyil. Bilmirik hansından danışaq. Yolda danışdıqlarımıza isə əncam qılan tapılmır. Gücbəlayla keçikdə olur, yıxılıb düşürük yerə də, yəni çox sürüşkən olur yollar. İstəyirkən bu yol düzəlsin də, yəni belə palçıqlarla yenə ayağımız batır. Həyətlər bu qonşunun, mənim həyətim təmiz belə suyun içindədir. Nədən qaynaqlanır bu problem? Nədən? Ona görə ki, kanalizasiya sistemi getmir və kömək də heç kim bizə eləmir. Biz özümüz eləyirik, o da yenə bu vəziyyətə düşür. Uşaqlarımız məktəbə gedə bilmir. Bax, neçə ildir bax, bu vəziyyətdəyik. Kanalizasiya maşını gətiririk, çəkdiririk, 5 gündən, 3 gündən sonra bir də dolur. Yol problemi ilə bağlı Məmmədli qəsəbə bələdiyyəsindən söz verildi ki, sakinlərin üzünü güldürəcəklər. Tez bir zamanda yolda təmir bərpa işləri aparılacaq. Qaldı ki, kanalizasiya probleminə iri şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən vurğulandı ki, Qara Namazov küçəsində mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil. Hazırda Bakı və Abşeron rayonu üzrə tullantı su təchizatının təkmilləşdirilməsi və infrastruktur olmayan ərazilərdə təchizatın qurulması məqsədi ilə geniş miqyaslı tikinti quruculuq işləri icra edilir. Mərhələli şəkildə sözü gedən ünvanda da təchizat sistemi qurulacaq. Turanə Tağızadə, Elvin Zeynalov, ATV Xəbər.